Salam, sabahınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Gəncəmola yaxın bir ərazidə Novostroykada 9 mərtəbəli binanın 7-ci mərtəbəsində 3 otaqlı mənzil kirayə verilir. Hal-hazırda deməli şəhərin bu istiqamətini görürsünüz. Yəni bax belə deyim də Sabir küçəsidir. Gəncəmoldur. Qırmızı deməli rəngli olan bina həmin Gəncəmoldur. Başqa regionlar üçün də deyim ki, şəhərin mərkəzidir. Yenidən bax deməli mən şəhərin bir hissəsini sizə göstərirəm. Yenə təkrar edirəm. Bax bu istiqamətdə təxminən 200 metrlikdən sonra Sabir küçəsidir. Bura isə deməli bax yenə təkrar edirəm. Deməli Gəncəmolun aşağı tərəfindədir. Novostroykadır. 3 otaqlıdır. Hər bir şəraiti var. Hal-hazırda otaqların birində olan əşyaları sizə göstərirəm. Azərbaycan Dövlət Universitetinə çox yaxın bir ərazidə yerləşir. Bu bina Novostroykadır. Bundan başqa Gəncə qalasının üst tərəfində də demək mümkündür. Burası isə mətbəxidir. Mətbəxində olan əşyaları görürsünüz. Xaladilnik. Hər bir əşya təzədir. Yəni ümumiyyətlə bu evin əla və keyfiyyətli təmiri var. Bundan başqa əşyalar da təzədir. İndi isə mən sizə stil sistemi kombidir. Bundan başqa deməli stil sistemi 2 minutkadır. İndi isə bax bu otaqda olan əşyaları görürsünüz. 2 ədəd kondisioneri var. Bax bu otaqda olan əşyaları gördünüz. İndi deməli qapıdan giriş hissəsini görmək mümkündür. İnternet xətti var. Burası hamamıdır. Gördüyünüz kimi hamam böyük və təmirlidir. Paltaryan maşını görmək mümkündür. Qarşıda 3-cü otaqdır. Azərbaycan Dövlət Universitetinin əsas binasına çox yaxın bir ərazidir. İndi isə deməli siz 3-cü otaqda olan əşyaları gördünüz. Bax belə bir 3 otaqlı mənzilin kirayə haqqı 600 manatdır qiymətində. Savsim bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.